Salam əziz şagirdlər, abituriyentlər və izləyicilər. Bugünkü dərsimiz yerlik əvəzlikləri. Possessive pronouns. Possessive pronouns yəni yerlik əvəzlikləri. Yerlik əvəzliyi iki forması var. 1. Aslı forma. 2. Müstəqil forma. Aslı formaya deyirik dependent form, müstəqil forma isə absolute form. Aslı forma olan yerlik əvəzlikləri hansılardır? My, mənim. Your, sənin. His, onun, kişi cinsi. Her, onun, qadın cinsi. Its, onun, cansız əşya və heyvanlara aid. Cəmdə isə our, bizim. Your, sizin. Their, onların. Müstəqil formada olan yerlik əvəzlikləri isə mine, mənimki. Yours, səninki. His, onunku, kişi cinsi. Hers, onunku, qadın cinsi. Its, onunku, cansız əşya və heyvanlar. Cəm formasında ours, bizimki. Yours, sizinki. Theirs, onlarınki. Deməli, diqqətlə baxın, burada his və its həm aslı, həm də müstəqil formada eyni əvəzlikdir. Yəni, mənaları sadəcə fərqlidir. Deməli, aslı forma nədir? Aslı forma yəni özündən sonra isim gəlir. Yəni, isimdən aslıdır. Müstəqil forma isə o deməkdir ki, yəni özündən sonra isim gəlmir. İndi nümunələrimizə baxaq aşağıda. This is, gördüyünüz kimi burada bag, yəni isim sözü gəldi. İsim gəldiyinə görə, bag sözü gəldiyinə görə ismə aid olan aslı formanı seçirik. Yəni, this is, məsəl üçün, my bag. İkinci cümləmizə baxaq. Burada isə deməli, boşluqdan sonra isim yoxdur. Ona görə də müstəqil formada olan əvəzliyi seçəcək. Məsələn, this bag is mine. Bu çanta mənimkidir. Deməli, yerlik əvəzliyinə hər ikisinə whose, yəni kimin sual əvəzliyi ilə sual veririk. Məsələn, cümləmizə baxaq. This is my bag. Bu mənim çantamdır. Sual verəndə olur whose bag is this? Bu çanta kimindir? İkinci cümləmizə baxaq. This bag is mine. Bu çanta mənimkidir. Whose is this bag? Bu kimin çantasıdır? Yadınızda saxlayın ki, sual formasında to be-nin forması cümlənin əvvəlinə keçir, gördüyünüz kimi. Ona görə də birincədəki sual əvəzliyi gəldiyinə görə sual əvəzliyindən sonra baxın, to be-ni keçirsiniz qabağa və yazırsınız. İkinci cümlədə eyni. Birinci cümlədə my əvəzliyindən sonra isim gəldiyinə görə gördüyünüz kimi whose'dan sonra da isim gəlib. Aşağıdakı ifadəyə baxaq. Ali is my friend. Əli mənim dostumdur. Ali is a friend of mine. Əli mənim dostumdur. İkisi də eyni məna verir, amma deməli fərqli işlənib. Məsələn, birincidə aslı formada işlənən yerlik əvəzliyi verilir və özündən sonra isim. İkincidə isə ofla verilib. Ofdan sonra yadınızda saxlayın ki, müstəqil yerlik əvəzliyi işlənir. Müstəqil formada olan
yiyəlik əvəzliyi işlənir. Aşağıdakı cümləyə baxaq. This is her bag. Bu onun çantasıdır. Yenə aslı forma və özündən sonra mütləq isim. İkinci cümlədə isə oflu birləşmə. This is a bag of hers. Yəni sonunda ofdan sonra da nə gəlib? Müstəqil formada işlənən yiyəlik əvəzliyi gəlib. Mənaları eynidir. This is her bag. Bu onun çantasıdır. This is a bag of hers. Bu onun çantasıdır. Yenə eyni şeydir. Sonra aşağıdakı ifadəni də yadınızda saxlayın. On my own, yəni tək başına özüm. Eyni zamanda bunu by myself ilə də deyə bilərik. Myself qayıdışı əvəzliyidir və növbəti dərslərimizdə qayıdış əvəzlikləri haqqında da danışacağıq. Aşağıdakı cümləyə baxaq. Aysel likes living on her own. Aysel özü tək başına yaşamağı sevir. Aysel likes living by herself. Yenə burada da Aysel tək başına yaşamağı sevir. Gəlin yuxarıda öyrəndiyimiz yiyəlik əvəzliklərini aşağıda testimizdə yoxlayaq. The dog wagged boşluq tail when it saw its owner. Yəni it sahibini görəndə quyruğunu yellədi. It kimin quyruğunu yellədi? Öz quyruğunu yellədi. Göz quyruq sözü var. Quyruq nədir? İsim. İsim olduğuna görə isimlə işlənən əvəzliyi tapırıq burada. It heyvanlara aid olan əvəzliyi tapacaq. O da olacaq C variantı its. İkinci cümləyə baxaq. İkinci cümləmizdə isim yoxdur. Ona görə isimsiz işlənən formanı tapırıq. Deməli, her nədir? İsimlə işlənən forma. Özündən sonra isim gəlir. He isə adlı halda olan şəxs əvəzliyidir. Our isə yenə isimlə işlənən əvəzlikdir. Deməli, yerdə nə qaldı? A bəndi. Cavab yours. This is not my problem. Bu mənim problemim deyil. It's yours. Bu səninkidir. Növbəti videolarımızı da izləmək üçün abunə olun. Zil tuşuna basın ki, vaxtında videoları görə bilərsiniz. Sağ olun.